Salam əzizlərim, mən Leyla və bugün Retro Merkuri haqqında danışmaq istəyirəm. İlk öncə keçin mənim YouTube kanalıma abunə olun, rəylər bildirin, komentari bildirin və bəyənin videoları. Gəlin başlayaq onunla ki, nə etmək olar Retro Merkurdə və nə etməmək məsləhətdir Retro Merkurdə. Retro Merkuri bildiyiniz kimi 15 martdan 7 aprelədək olacaq. Təkrar edirəm, 15 mart 7 aprel ərəfəsində. Retro Merkurdə yaxşıdır ki, qaydaq köhnə mövzulara, köhnə nəyisə bitirmək istəyiriksə bitirək, nəyisə düzəltmək istəyiriksə düzəldək və s. Amma yaxşı deyil ki, yeni bir addım atasız, yeni başlanğıclar edəsiz. Yəni planlamağa yaxşıdır. Amma yeni addımlar atmağa, başlamağa, sənətə qol çəkməyə, yəni çox vacib deyilsə, yəni həyata nə deyim, yəni o qədər vacib deyilsə bir sözlə, onda çalışırıq ki, bu ərəfədə yeni bir şeyə başlamayaq, yeni addımlar bu baxımdan atmayaq. Çünki nəsə alsaq, ya qırıq gələ bilər, ya gecikə bilər və yaxud istədiyimiz şey olmaya bilər. Ümumiyyətlə bir şey sifariş elədik, amma tamamilə başqa bir şey gəldi. Və yaxud yəni nəsə mütləq problem yarana bilər. Yəni yeni başlayırıqsa da. Amma köhnə mövzulara qayıdırıqsa da, onda Retro Merkuri bizə kömək edir ki, daha mükəmməlləşdirək bu mövzuyu. Və gəlin hər bürcdə hansı evdə olacaq Retro Merkuri, o haqda indi danışaq. Birinci başlayırıq Qoçlarla. Qoçlar üçün Retro Merkuri birinci evdədir. Bu da o deməkdir ki, aktual mövzular olacaq. Görünüş, ruhsal durum, yəni belə deyək, yəni şəxsi özəlliklər, xüsusiyyətlər insanın özünün, mənlik bu baxımdan və bir növ sağlamlıqda, görünüş. Yəni bu o deməkdir ki, böyük ehtimalla əziz qoçlar, siz köhnə bir imicə qayıtmaq istəyə bilərsiniz. Nəsə köhnə bir prosedurlar etmək istəyə bilərsiniz və yaxud tutaq ki, ha vaxtsa da idman edirdirsə da yenə o idmana qayıda bilərsiniz, fitnessə başlaya bilərsiniz. Daha doğrusu köhnədirsə da, yeniyə yox, köhnədirsə da. Ha vaxtsa da məsələ fitnesslə məşğul idiniz, sonra yarı yolda qoydunuz, sonra indi geri qayıda bilərsiniz həmin mövzulara. Bax, geri qayıtmaq üçün yaxşıdır, amma yeni məsələ birdən-birə yadınıza düşə bilər ki, tutaq ki, mən indi fitnessə yazılayım. Həmən bir ay müddətində gedə bilərsiniz, sonra bezə bilərsiniz. Ona görə deyirəm ki, çalışın ki, yeniyə başlamayın. Çünki yeniyə başlasanız həmən belə deyək, sonra həvəsiniz tez qaça bilər və sonra yeni Retro Merkuri olanda yenə də qayıtmaq fikriniz ola bilər. Ona görə biraz tövsiyə edirəm ki, biraz gözləyin və Retro Merkuri bitəndən sonra başlamaq istəyirsinizsə də. Yenə deyirəm, bu birinci evin mövzuları aktual ola bilər və yaxud yəni həmən bax bu sferalardan elə bir insanlar qarşınıza çıxa bilər. Kimdən ki, məsələ əvvəllər tutaq ki, hansısa da salona gedirdiniz, sonra bir xeyləm getmədiniz, yadınıza düşdü ki, məhz yenə də o salona gedəsiniz. Buğalar üçün aktual mövzular olacaq 12-ci ev. 12-ci ev xəstəxana, sağlamlıq yəni. Ondan sonra zərərli maddələr, həbsxana, intuisiyanız çox güclü ola bilər, din və emiqrasiya. Bu, yəni, məsələ, elə bir ölkəyə gedə bilərsiniz, əvvəldən olubsuz və indi yenə də getmək istəyə bilərsiniz və yaxud gedə bilərsiniz. Əkizlər üçün 11-ci ev, 11-ci evin mövzuları dostlar, IT sferası, kompüter proqramlar və s. və arzular, məqsədlər. Bax, bu mövzulara yenidən qayıda bilərsiniz. Yenidən özünü xatırlada bilər. Sonra, xərçəng bürcü üçün 10-cu ev aktualdır, status evi. Bu, həm iş statusuna aiddir, həm ailə statusuna aiddir.
Və yenə də bax bu mövzular gündəmə gələ bilər. Bu köhnə mövzular. Məsələn, tutaq ki, hassada bir işdə rəhbər idiniz, sonra çıxdınız, yenə də həmən işdə rəhbər olaraq və yaxud daha böyük status olaraq, amma daha böyük inanmıram, çünki daha böyük status yeni bir addım deməkdir. Yəni yenə də eyni status ola bilər, yeni təklif edə bilərlər sizə. Şirlər üçün 9-cu ev, 9-cu evin mövzuları təhsil, xarici dillər, xarici, yəni bizdən fərqli olan millətlər və yaxud dinlər, ondan sonra hüquqi işlər və din dediyim kimi. Bu deməkdir ki, həyatınızda məsələ, hərəsindən bir misal gətirməyə çalışıram ki, təxmini mövzuyu tutasınız ki, nəyi nəzərdə tuturam. Məsələ, xarici bir dənə dostunuz vardı, çoxdandır görüşmürdünüz və birdən-birə retro Merkur'da bu insan yenə də özünü xatırlada bilər. Ondan sonra şiirləri dedik. Qız bürcü. Qız bürcü üçün aktual mövzular kredit, bank işləri, partnyorun pulu, dövlətin pulu, ondan sonra fəlsəfə, psixologiya, ezoterika mövzuları, cinsi əlaqədar, cinsi partnyorlar, bax bunlar yenidən həyatınıza qayıda bilərlər, özlərini xatırlada bilərlər. Ya da sizin yadınıza düşə bilər, sadəcə çoxdan yadınıza düşmürdü və yadınıza düşdü, belə deyək. Tərəzi bürcü üçün aktual mövzular 7-ci evdə olacaq. Bu da o deməkdir ki, ailə, düşmanlar və ailə ilə bağlı, düşmənlərlə bağlı mövzular aktual ola bilər. Yəni köhnə mövzular, bu yeni mövzular deyil. Əqrəblər üçün 6-cı ev sağlamlıq, ev heyvanları və iş, gündəlik iş. Yəni yenə deyirəm. Məsələ, hansısa işdən çıxdınız və geri işə çağıra bilərlər və yaxud həmən işdən nəsə bir təklif gələ bilər. Nəsə köhnə iş yoldaşlarınızla söhbətlər ola bilər bu. Ox atan üçün 5-ci evdir aktual. Bu da o deməkdir ki, səhnəyə çıxış, incəsənət, uşaqlar, partnyor, sevgi olaraq partnyorlar, sevgili olaraq, yəni burada daha çox yəni ailə qurmaq yox da sevgi olaraq, yəni status verilməmiş belə deyək, ünsiyyətlər. Sonra oğlaqlar üçün 4-cü ev, bu da o deməkdir ki, remont, ana ilə bağlı, ana ilə bağlı və ananın sağlamlığı ilə bağlı mövzular, eyni zamanda remont mövzuları, yəni təmir mövzuları, ev dedim, torpaq, vətən mövzuları. Sonra dolça bürcü üçün aktual mövzular maşın, təhsil, burada təhsil treninqlər, qısa müddətli təhsildən söhbət gedir, qohumlar, qardaş-bacı ünsiyyətləri və bax bu kimi ünsiyyətlər, bu kimi mövzular geri gündəmimizə qayıda bilər. Və balıqlar üçün 2-ci evdə aktual, bu da o deməkdir ki, resurslar və mənim qazandığım pul. Böyük ehtimalla kiminsə sizə borcu varsa da qaytaracaq. Həm də ki, bu hansı puldur? Məsələn, işləyirdiniz və pulunuzu vermirdilər. Bu ola bilər. Və bu sizin resurs. Məsələn, köhnədən, əvvəldən daha doğrusu, əvvəldən tutaq ki, hansısa resursunuz var idi. Məsələn ki, tutaq ki, çox hansı deyim? Yəni tutaq ki, əvvəllər çox məsuliyyətli idiniz. Sonra nəsə həyat tərziniz dəyişdi və indi tutaq qərar verə bilərsiniz ki, yox, mən yenə də əvvəlki kimi məsuliyyətli bir insan olacağam. Tutaq ki, buna qayıdasınız. Bugünlük bu qədər. Çox sağ olun qulaq asdığınıza görə və kommentarilərdə gözləyirəm. Yəni çünki bundan qabaqki proqnozlar da var. Nə dərəcədə uyğundur, nə dərəcədə uyğun gəlir sizə. Çox mənim özümə də maraqlıdır. Çünki nə dərəcədə düz başa düşürəm mövzuları, nə dərəcədə nəyi dəyişməliyəm, nəyə fikir verməliyəm və yaxud düzəmmi, səhvəmmi? Bax bu baxımdan arqument olaraq fikirlərinizi doğrudan çox gözləyirəm. Çox sağ olun, uğurlar.